Salam hörmətli izləyicilər. Bugün mən sizlərə bu yaxın günlərdə icra etdiyimiz bir əməliyyat barəsində məlumat vermək istəyirəm. Əməliyyatın adı sidik kisə augmentasiya əməliyyatıdır və ya tibbi adından desək, iliosistoplastika əməliyyatıdır. Hamının başa düşə biləcəyi dildə desək, sidik kisə həcminin bağırsaq divarı istifadə edilərək artırılması əməliyyatıdır. Ümumiyyətlə bu əməliyyatlar hansı xəstələrdə icra olunur, hansı səbəblərə görə icra olunur, onlar haqqında məlumat vermək istəyirəm. Bu əməliyyat sidik kisə həcmini itirmiş xəstələr üzərində icra olunur. Hansı hallarda xəstələrdə sidik kisə həcmini itirmə halları ola bilir? Bu anadan gəlmə sidik kisə həcminin kiçik olan xəstələrdə mümkündür. Neyrogen faktorlara bağlı olaraq sidik kisə həcmini itirmiş xəstələrdə, uzun müddət iltihabi reaksiyalar olan, iltihabi xəstəlikləri olan sidik kisə ilə əlaqədar xəstələrdə sidik kisə həcmində azalmalar və həmçinin sidik kisə divarında da lamina propria dediyimiz qatda qalınlaşmalar baş verir, fibrotik dəyişikliklər baş verir və sidik kisə həcmi kiçilmiş olur və nəticədə kisə içərisindəki təzyiq artır. Təzyiqin artması böyrəklərdə problemlərə gətirib çıxardır. Sidiyin böyrəklərə doğru geri axınını təmin edir, reflukslar əmələ gəlir və nəticədə də böyrək fəaliyyətində də pozuntular yaranır. Bu halların baş verməməsi üçün xəstələrin sidik kisə həcminin artırılması əməliyyatlarına ehtiyac vardır. Bu arada onu da qeyd edeyim ki, bu xəstələrin ümumiyyətlə sosial həyatları da çox mənfi dərəcədə zəifləmiş olur, pisləşir. Niyə görə? Çünki sidik kisə həcminin azalması depolama funksiyasının azalmasına gətirib çıxardır. Bildiyimiz kimi gün ərzində insanlar normal halda 1 litr yarım, 2 litr, bəzən 2 litr yarım su, maye qəbul edirlər və bunun təxminən 2 litr yarım qəbul etsək, qəbul olunan mayenin bunun 1 litr 200 və ya 1 litr yarımı sidik vasitəsilə xaric olunur. Bunları da porsiyalara bölsək, gün ərzində 6-7 dəfə sidik xaric olunması aktı baş verir. Amma belə xəstələrdə bu aktın sayı 20, 30, bəzən daha çox ola bilir. Yəni bunlar yata bilmirlər, yuxu rejimi pozulur. Gün ərzində demək olar ki, həm günün gündüz vaxtı, həm də gecə vaxtı sıx-sıx tualetə gedirlər və sıx-sıx sidik xaric eləmək hissiyatı duyurlar və sinir sistemi ilə əlaqədar problemlər ortaya çıxır, əsəbilik, yuxusuzluq və s. Bunun nəticəsində də həyat keyfiyyəti aşağı düşür. Bir növ bu əməliyyatlar insanları o həyat keyfiyyətini qaldırmaq, həmçinin sidik kisə daxili təzyiqi də azaltmaqla böyrəkləri qoruma funksiyası daşımış olur. Bizim xəstəmiz də təxminən 65 yaşında bir qadın xəstə idi. Uzun müddət sidik kisə vərəmindən əziyyət çəkmişdi. Sidik kisəsində vərəm çöpləri aşkar edilmişdi və bunun nəticəsində xroniki iltihabi proses, orada yanma, göynəmə şikayətləri, gecələr xüsusən tez-tez sidiyə getmə şikayətləri vardı və bunun nəticəsində də xəstə tam əsəbi vəziyyətdə, pərişan vəziyyətdə bizə müraciət elədi. Və nəticədə də biz qərara gəldik ki, artıq elədiyimiz bütün laborator instrumental müayinələr nəticəsində qərara gəldik ki, sidik kisə həcmində yetərsizlik var. Artıq bunun augmentasiya əməliyyatına, sidik kisə həcminin artırılması əməliyyatına ehtiyacı vardır. Təxminən 10-12 gün əvvəl əməliyyatı icra elədik. Əməliyyatımız çox faydalı oldu, uğurlu keçdi. Xəstəmizə də faydalı oldu. Xəstəmizi artıq evə göndərmişik. İlk əməliyyatdan sonraki 5-ci günündə evə yazdıq. Yəni bir həftə sonra son tamamlama, həm tikişlərin sökülməsi və digər proseduralar üçün gələcək. Beləliklə də əməliyyatımız başarılı keçdi, faydalı keçdi xəstəmiz üçün. Belə hallar olan insanlarda, belə vəziyyət olan insanların, belə diaqnozu olan insanların uroloq həkimlərə müraciət eləməsi məsləhət görərdik. Çünki bu qaydada yaşamaq, bu qaydada davam etmək sizin həm böyrəklərinizə zərərdir, həm sizin sidik kisənizə zərərdir. Təkcə uroloji sistemlə, yəni yetinməyib, digər sistemləri də, sinir sistemini, yuxu sistemini pozur, digər orqan və sistemlərin fəaliyyətində də mənfi təsir göstərir. Məsələn, ürək-qan damar sistemində aritmiyalar yaradır, yuxusuzluğa bağlı olaraq təzyiqlərin qalxması, qan təzyiqinin qalxmasına və s. səbəb olur. Ona görə də məsləhətimiz odur ki, belə hallar baş verdiyində, belə hallarla qarşı-qarşıya qaldığınızda, belə durumlarda düşdüyünüzdə mütləq uroloq həkimlərə, peşəkarlara müraciət edin və vaxtında düzgün və uyğun müalicəni alın. Təşəkkür edirəm.